Əli əleyhissalama zərbət dəyən kimi ilk görüşü İbn Mülcəmlə olur. İbn Mülcəm kimdir? O adamdır ki, Əli əleyhissalamı qılıncla vurdu. Elə ki, Əli əleyhissalamı qılıncla vurdu, onu tutdular, gətirdilər Həzrət Əlinin yanına. Həzrət Əli məscidin mehrabının yanında uzanıb, öz qatilini tutub gətirdilər yanına. Elə ki, gözü ona sataşdı Əli əleyhissalamın, dedi, sən böyük bir cinayət elədin, böyük bir iş gördün. Dedi, mən sənə məgər pis imam olmuşdum, məni vurdun. Mən sənə pis imam idim. Buyurur, məgər mən səninlə mehriban dördüm və sənə ehsan və yaxşılıq eləmirdim. Məndən yaxşılıqdan başqa nə görmüşdün ki, sən bu işi gördün? Bir halda ki, mən bilirdim sən mənim qatilimsən, amma yenə də yaxşılığımı əsirgəmirdim səndən. Mən bilə-bilə ki, sən məni öldürəcəksən, ancaq sənə yaxşılıq və ehsan elirdim. Mən sənə yaxşı imam ola-ola, sən məni niyə öldürdün? Niyə vurdun məni? İstəyir səbəbini bildirə ki, niyə sən imamın qatili oldun? Və o səbəbi 21-ci əsrdə biz də gərək bilək. O adamın, İmam Əli əleyhissalamı vurmasının səbəbi nədir? Onun bir səbəbi var idi. O da cəhalət və nadanlıq idi. Əlinin qatili cəhalət və nadanlıq idi. İnsanı cəhalət bir yerə gətirib çıxardır ki, imamının qatili olur. Ən böyük dərd cahillikdir, nadanlıqdır. Ən böyük dərd. Nə qədər Quran deyir, əfələ təqilun, məgər düşünməzsiz, məgər başa düşməzsiz. İnsanı qınamaq istəyəndə deyirsən, düşüncəsizsən, düşüncən yoxdur. Bir də görürlər, İsa əleyhissalam qaçır, Allahın Peyğəmbəri. Həzrəti İsa qaçanda soruşurlar, ey Allahın Peyğəmbəri, hara qaçırsan? Buyurur, nadanın əlindən qaçıram, cahilin əlindən qaçıram. Ölüləri diriltdim mən, ölümcül xəstələrə şəfa verdim, amma nadanla bacarmadım, cahillə bacarmadım, cahili başa sala bilmədim. Cəhalət elə xəstəlikdir ki, onun əlacı yoxdur. Əlinin qatili ən inadkar cahil idi, ən inadkar nadan idi və keçən illər demişik, məhz bu gecə gəldi Əli əleyhissalamı vursun, o niyyətlə ki, savabı çox olsun Qədir gecəsi. O işi savab bilirdi, qurbətən ilallah Əliyə zərbə vurdu. Kumeyl deyir, Həzrət Əli ilə gedirdi, bir də gördüm, bir nəfər gözəl avazla Quran oxuyur. Bunun Quran oxuması Kumeyl də balaca adam dördü. Kumeylin məqamı çox böyüdü, Kumeyl şəhid olub sonra. Həmin o dua, Kumeyl duasını o nəql eləyib Əli əleyhissalamla. Deyim, mən gördüm, bir nəfər gözəl avazla Quran oxuyur, Əli əleyhissalamla idim. Dedim, gör, nə gözəl bu Quran oxuyur, nə gözəl bunun səsi var. Əli əleyhissalam baxdı, dedi ki, düzdür, gözəl oxuyur, amma özünə xeyri yoxdur. Həmin o Quran oxuyan qarini gördüm, Nəhrivanda Həzrət Əliyə qarşı vuruşmuşdu, meyitlərin içində gördüm, ölüb cəhənnəmə gedənlərin içində. Bu din ağıl dinidir, təfəkkür dinidir. Ağılsız insanın ibadətini Allah qəbul eləmir. Ağılla, təfəkkürlə Allaha ibadət olunsa qiyməti var. Odur ki, biz tez-tez özümüzü yoxlayaq. Keçmişdə belə ənənə var idi, insanlar gəlirdi imamların yanına, deyirdi, ağa, mənim Allaha imanım belədir, Peyğəmbərə belədir. Öz imanını məsum imama deyirdi, əgər düzdürsə, düzdür, səhvdirsə düzəldin məni. Ünvan-ı Bəsrinin 90 yaşı var idi. Ünvan-ı Bəsri 90 yaşında gəldi İmam Sadiqin yanına, bəlli oldu ki, yolu səhv gedirmiş. İmam onu düzəltdi, onun yolunu, istiqamətini düzəltdi. Bu birinci görüş. Əli əleyhissalamın ikinci görüşü Hücrlə idi, Hücr ibn Ədi ilə. Hücr aşiq idi Əli əleyhissalama. Əhl-i Beytə aşiq idi. Bugün, bu gecə neçə nəfərlə bir yerdə gəldi Həzrət Əlinin yatağının yanında dayandı. Əli əleyhissalam da bihuş idi. Haldan getmişdi.
Hüzür gəlib dayanıb əleyhissalamın başının üstündə başladı şeir oxumağa. Əliyə baxır, şeir oxuyur. Təəssüf eləyirəm, yetimlər atasını itirdi. Təəssüf eləyirəm, əxlaq meydanı, əxlaq qəhrəmanını itirdi. Təəssüf eləyirəm, döyüş meydanı öz döyüşçüsünü itirdi. Allah bəndələri Mövlasını itirdi. Ən təqvalı adam, təqva mücəssəməsi dünyadan gedir. Ağa gözünü açdı. Dedi, bu kimdir? Dedilər, Hüzürdür. Dedi, çağırın gəlsin qabağa. Hüzür gəldi, dayandı ağanın yanında, baxdı, dedi, sənə bir sualım var, əleyhissalam dedi Hüzrə. Əgər səndən istəsələr ki, mənim məhəbbətimdən imtina elə, məndən üz döndər və qılıncı çıxartsalar, başının üstündə saxlasalar ki, Əlidən imtina eləməsən, səni öldürərik, onda neyniyərsən? Əleyhissalam ondan soruşur. O ağladı bu sözdən. Dedi, ağa bu nə sözdür? Əgər məni qılıncla doğrasalar, diri-diri odun içinə atsalar, sənin məhəbbətindən üz döndərmərəm, səndən dönmərəm. Qılıncla tikə-tikə mənim bədənimi doğrasalar dönmərəm. Bu da Hüzrün mərifəti. O İbn-i Mülcəm, nadan İbn-i Mülcəm, bu da zamanının ən bəsirətli adamı olan Hüzr. Elə də oldu. Neçə il sonra Həzrət Əli şəhid oldu, İmam Həsən də şəhid olandan sonra neçə il keçmişdi, Muaviyə tutturdu Hüzrü. Tutdular, gətirdilər, qəbrini də qazıblar hazır 7-8 nəfərlə. 7-8 nəfərlə gəlib dayanıb öz qəbrinin yanında. Qılıncı çəkdilər, dedilər ki, Əlidən imtina elə, yoxsa səni öldürəcək. Bu qılıncla səni doğrayacaq. Sağ qalmaq istəyirsənsə Əlidən imtina elə. Baxdı, güldü. Dedi, qılıncın zərbəsi mənim üçün Əlidən imtina eləməkdən daha şirindir. Daha xoşdur. Qılınc zərbələri mənə daha şirindir. Siz mənə nə təklif edirsiniz? Mən çoxdan şəhidliyi arzulayırdım. Kaş Əli şəhid olanda şəhid olardım. Orada da ağama söz vermişdim. İndi mənim üçün fürsətdir. Amma sizdən neçə xahişim var? Dedilər, nə xahişim var? Birincisi budur ki, icazə verin mən namaz qılım. Mən öldürməmişdən qabaq. Dayandı, qəbul elədilər bunu. Dayandı namaza. Namazın qıldı, qutardı, dedi, and olsun Allaha, ömrümdə qıldığım ən qısa namaz buydu. Tez qıldım ki, deməyəsiz ölüm qorxusundan namazını uzadır. Ondan sonra dedi, ikinci xahişim budur ki, bu zəncirləri mənim boynumdan çıxartmayasınız və mənim bədənimin qanını yumayasınız. Çünki qiyamətdə istəyirəm bu qanla, bu zəncirlərlə qalxam gedən Mövlamın, ağamın huzuruna, Əlinin huzuruna. Deyəm, ağa yadındadır, yataqda uzananda sənə söz vermişdim ki, məni tikə-tikə doğrasalar səndən dönmərəm. Bax, bədənimin qanı şəhadət verir ki, məni doğradılar, amma mən səndən dönmədim. Ondan sonra qiyamətdə gedib Muaviyəni tapacam və şikayət eləyəcəm Allahın huzurunda. Boynumda zəncirlər, bədənim qanlı şikayət eləyəcəm ki, bu məni öldürdü, bir günahım var idi ki, Əlini sevirdim. Üçüncü xahişim budur ki, oğlumu məndən əvvəl öldürün. Oğlu da o tutulanların içində idi. Oğlumu məndən əvvəl öldürün, qorxuram mən ölərəm, onun ürəyi dözməz, Əlidən dönər. Mən görüm, arxayın olun. Deyirlər, oğlunun başını kəstilər, başı düşdü dirrənə, gələndə Hüzür baxdı, getdi səcdiyə, dedi, əlhəmdülillah, oğlumu Əlinin məhəbbəti ilə dünyadan köçən gördüm. Ən böyük saadət budur ki, mənim övladım Əlinin eşqi ilə dünyadan köçdü və bu halda da Hüzürü qanına qəltan eləyib şəhadətə çatdırdılar. Bu da bir görüş idi. Bir də Həbib ibn Əmr əleyhissalamın görüşünə gəlmişdi. Həkimlə eyni vaxtda əleyhissalama baxmaq üçün həkim gətirirdilər. Həkimlə eyni vaxtda daxil oldu. Gördü, deyir, mən gördüm, sarı dəsmal var idi alnında. Həkim çəkdi dəsmalı. Baxdım, yarasına baxmağa taqətim olmadı.
mən başladım ağlamağa. Həkim dedi İmam Həsənə ki, Əmir əl-Mömininə deyin vəsiyyətini eləsin. Mən deyib başladım ağlamağa. Əli əleyhissalam yenə gözünü açdı, dedi Həbib ağlama. Elə indicə qardaşım Peyğəmbəri yuxuda gördüm. Peyğəmbər mənə dedi ki, ya Əli gəl bizə tərəf, sənin intizarındayıq. Bura sənin üçün oradan daha xeyirlidir. Gəl səni gözləyirik, Zəhra səni gözləyir, mən səni gözləyirəm. Gəl bizə tərəf. Dedim, ağa yox, özümə ağlayıram, sənə ağlamıram. Mən səni itirmişəm, ağlayıram. Əsbəq ibn Nübatə gəldi, daxil oldu. Bu da bir görüş idi. O da ağladı. Əli əleyhissalam dedi ki, Peyğəmbər vəfat eləyəndə Əli əleyhissalamın son nəfəsində danışdığı hədisdir bu hədis. Dedi, Peyğəmbər vəfat eləyəndə mən başının üstündəydim. Peyğəmbər gözün açdı, mənə buyurdu, mən əqqə validəy fəllənətullah əleyh. Buyurdu, kim valideyninə aqq olarsa, aq valideyn olarsa Allahın lənəti olsun ona. İkinci buyurdu ki, o kəs ki, ona xidmət eləyənin muzlunu verməyə, ona əziyyət verə, lənət olsun ona. Üçüncüsü buyurdu ki, o kəs ki, öz imamına, rəhbərinə xəyanət eləyə, lənət olsun ona. Bunları deyəndən sonra, Peyğəmbərdən bu hədisi danışandan sonra, Əli əleyhissalam buyurdu, bu ümmət üç cəhətdən lənət qazandı. Çünki mən bu ümmətin atasıyam, atasına aqq oldu. Peyğəmbər buyurur, mən və Əli bu ümmətin atasıyıq. Bu gecə ümmətin yetim qalan gecəsidir. İkincisi, Peyğəmbər buyurdu, kim xidmətçisinə, ona xidmət eləyənə xəyanət eləsə, lənət olsun. Mən gecə gündüz bu ümmətə xidmət elədim, mənə xəyanət elədilər. Üçüncüsü, kim imamına əziyyət versə, lənət olsun. Mən bu ümmətin imamı idim. Bu da bir söz və axırıncısı bu idi. Dedilər, ağa bizi nəsihət elə, moizə elə. Dedim, mən sizə moizəyəm. Mən özüm sizə nəsihətəm. Dünən mən sizin əmirüz idim. Dünən mən sizin rəhbərüz idim. İndi uzanmışam yataqda, tərpənə bilmirəm. Bir vaxt hakim idim dünən, bugün yataqdayam, sabah da sizdən ayrılıram. Bundan gözəl nə moizə? Dünən sizin içinizdə idim, sizə rəhbər idim. İndi hakimiyyətimin dairəsi bir yatağımla məhdudlaşıb, sabah da qəbirdə olacam. Bundan gözəl nə moizə, nə nəsihət? Dünya budur. Dünyadan insan ibrət ala, Əli əleyhissalam son nəfəsinə qədər buna çağırır bizi. Tarixdən Quran danışır, Musadan danışır, İsa'dan danışır, İbrahimdən danışır, hamısını ibrət üçün danışır. Dünyanın əhvalı moizədir. Bir nəfər Kufə hadisələr şəhəridir, çox hadisə baş verib. Bir nəfər deyir, mən oturmuşdum Əbdülməlik Mərvanın məclisində Kufədə. Birdən gördüm İbn-i Zübeyrin başını gətirdilər, qoydular Mərvanın qabağına, Əbdülməlikin. İbn-i Zübeyrin başını gətirəndə o bir nəfər deyir, dedi ki, Subhanallah, la ilahə illallah. Əbdülməlik baxdı, dedi ki, la ilahə illallah niyə dedin? Dinən əlhəmdülillah düşmənə qələbə çalmışıq. Dedi, yox, ona görə yox. Ona görə yox. Mən bu məclisdə, bu sarayda 4 baş görmüşəm. Bir gün həmin yerdə ki, sən oturmuşsan, İbn Ziyad oturmuşdu, İmam Hüseynin başı qabağındaydı. Bir gün İbn Ziyadın başını Muxtarın qabağına həmin bu sarayda qoydular. Bir gün Muxtarın başını İbn Zübeyrin qabağına qoydular. İndi İbn Zübeyrin başını sənin qabağa qoyurlar, mən də fikirləşdim, görəsən sənin başı o kimin qabağına qoyacaqlar. Dünya budur. Dünyanın halından ibrət almaq istəsən, dünyanın mahiyyəti, dünyanın həqiqəti budur. Hamı gəlir, gedir, amma əsas budur ki, sağlam qaydasan Allahın huzuruna. Sağlam ruhla gedəsən Allahın huzuruna.
Deyirlər, müminin canını mələklər alanda, görərlər ruhu sağlam qaytarır, mələklər təəccüb eləyər. Deyər, çoxlarını həlak eləyən dünyadan necə nicat tapdın? Necə oldu ki, salamat girdin, salamat çıxdın bu dünyadan? Nə qədər insanları həlak elədi? Az insan nicat tapdı bu dünyadan.